Salam değerli izleyiciler. Aksiya devam edir. Buyurun Əndar bəy. Salamünaleyküm. İzleyiciler salamlayıram hər vaxtı. Xeyirli uğurlu olsun. Ayın 21-i saat 11-də İlham Əliyevin səfəri var Berlinə. Mersinə şəxsən görüş olacaq. 11 və 10 arası. Ki, ehtimaldır ki, 10-da gələ də bilər, 11-də gələ də bilər. Bütün siyasi blogerlərdən, bütün siyasi mühazirlərdən tələbimiz, istəyimiz odur ki, 2-ci aya yaxındır ki, oturmuşuq burada. Yağış bir tərəfdən, soyuq bir tərəfdən, isti bir tərəfdən, narahatçılıq bir tərəfdən. Bu şeyləri dəstək vermək lazım. Maddi demirəm. Heç maddi dəstəyə ehtiyacımız yoxdur. Ancaq gəlib burada say baxımından say göstərməliyik ki, bunlar da görsünlər ki, bəli, bizim sayımız var. Etiraz edənlər var, etiraz edənlər çoxdur. Yoxsa elə gəlib burada yenə 5 nəfər, 10 nəfər adam görəcəklərsə, deyəcəklər, ən gözəl bir məqamdır ki, İlham Əliyevin Almaniya səfəri yenə də gəldilər 5 nəfərlə, 10 nəfər. Zaten bilirik ki, heç kim gəlməyəcək. Yəni bu sözümüzü deyirik də. Yəni kim istər gələr, kim istər gəlməz. %99% mən biləm heç kim gəlməyəcək. Niyə gəlməyəcək? Nə üçün ki, adi aksiyalarda gəlmirlərsə, İlham Əliyevin gəlməyi ilə bağlı heç kim bura gəlməz, heç kim də özünü təhlükəyə atmaz. Atan olacaq burada 5 nəfər, 3 nəfər adam olacaq özünü, %100 olacaq, bunu mən əminəm. Nə üçün ki, biz bu şeyləri görmüşük. Aslan sən özün də görmüşsən, iştirak eləmişsən, prezident gələndə qabağına çıxmışsan, bir yerdə olmuşuk və sözümüzü də demişik, şükürlər olsun. Mən bir şey demək istəyirəm. Bəyək bir qardaşımız da deyir, biz meydandayıq. Biz meydanda sözümüzü deyirik. Biz istər meydan olsun, istər kamera arxası olsun. İstər kim gəlir, kim gəlsin, kim getsin. Yenə də çıxırıq, sözümüzü deyirik, etirazımızı veririk. Deməyim budur ki, biraz əsəbiyəm, bir ikiden şey görə əsəbləşmişəm. Bu yüzden deyirəm ki, əgər bugünkü gündə həqiqətən Azərbaycanda insan haqları yoxdursa, demokratiya yoxdursa, söz azadlığı yoxdursa, özgürlüğü yoxdursa, bu xanımlar həqiqətən şəhərlənib tutulubsa, bunun bugünkü sayımızla 5 nəfərlə göstərəcəksə, biz İlham Əliyevə haqq qazandıracağıq. Niyə haqq qazandıracağıq? İlham Əliyevə haqq qazandıracağıq ki, İlham Əliyev diktatordur, İlham Əliyev əla ölkə başçısıdır. Ne üçün ki, əksəriyyətindən %99% bura gələnlərin ham siyasi mühacirət bura gəliblər. Siyasi intervyu veriblər. Siyasi intervyu verən üçün Alman dövləti çox gözəl bilir ki, Almaniyada neçə minlərlə siyasi mühacir var. Ancaq baxır gör ki, burada 5 nəfərlə, 10 nəfərlə deyir ki, yox, sizin ölkəmizdə demokratiya var ki, siz bir gündən çıxıb bu cürünə etirazlar eləmirsiniz. Sağ olun, Allah razı olsun. Ne diyebilirsiniz? Salamünaleyküm. Hörmətli həmvətənlər, mən Nəsib Oxraov. Həzin dediyi kimi Almaniyada Berlin şəhərində biz aksiyamız devam edir. 2-ci ay keçibdir. 2-ci ay keçibdir. Biz aksiyamız devam etdirik. Bizim istəyimiz bəllidir. Azərbaycanda olan qadın jurnalistlərin və hicabda olan qadınların azad olması. Azad olması. Mən demək istəyirəm, ayın 21-də İlham Əliyev bura gəlir. Bu tam məxfi məlumat idi. Nətərsə bizim əlimizdə keçdi bu məlumat. İndi biz onu qarşılamaq üçün buradayıq. İlham Əliyev əgər bizi görmək istəmirsə, bizi onda şey edə bilər, buraxa bilər qadınları həbsdən və biz onunla razılaşa bilərik, yığışdırarıq, çıxmarıq qarşısına. Yox, əgər razılaşmırsa, o zaman biz onu qarşılayarıq, iç yüzünü biraz daha geniş göstərərik. Zaten hər kəs bilir, İlham Əliyev diktator olduğunu burada bilir. Bütün dünyaya da tanıtmağa çalışırıq. Bütün Amerikada bizim həm nə deyirlər, bir yerdə mücadilə apardığımız qardaşlar orada da, burada da və yaxud da başqa şəhərlərdə, Hamburgda da, hər yerdə bu davam edir. Yəni bunun diktator olduğu bəllidir. Sadəcə olaraq bırak qadınları, biz də
çıxaq gedək, gəl rahat anlaşmalarını elə. Teşekkür ederim. Buyurun bey. Salam aleyküm, hər vaxtınız xeyir əziz izləyicilər, əziz tamaşaçılar. Bildiyiniz kimi ayın 21-i Bundeskanzlerin qarşısında İlham Əliyevin çıxışı gələcək yeri buradır. Və buradan Ələmdar Bünyadovun dediyi kimi hər bir Azərbaycanlı bura dəvət edirik və hər bir Azərbaycanın gəlməsi çox vacibdir. Səsimizi 5-10 kişi ilə eşitdirməkdənsə yüzlərlə, minlərlə eşitmək daha gözəl olar. Və bildiyiniz kimi də ki, səbəb də bəllidir ki, 9 jurnalistin və 6 inanclı xanımın azadlığıdır. Burada bunu biz boşu-boşuna eləmirik. Bu Azərbaycanın qadınlarımız, jurnalistlərimiz əllərini işə batırıb və haqqımızı tələb elətdiriblər. Bu üzr istəyirəm. Jurnalistlərimiz hər bir şeylədə Azərbaycandan üçün. İndi isə sıra bizdədir, biz eləməliyik. Və hər birimizdən xahiş yox, tələb eləyirik. Gəlin bura azadlığımızı, diktator olduğunu göstərək. Necə ki, özü diktatorluq eləyir, ölkəmizi batırır, meşə qanunları ilə idarə eləyir. Biz ona burada göstərək. Onun yeri ölkə başçılığı deyil, onun yeri başqa yerlərdir. Təşəkkür ederim. Teşekkür ederim. Buyurun bey, siz ne diyebilirim? Mən də salamlayıram bütün Azərbaycan xalqını. Biz burada Almaniyanın Berlin şəhərində etiraz aksiyası keçirdirik. 9 jurnalist xanım və 6 inanclı xanımın qeyri-şərtsiz azad olmasını tələb edirik. 21-i burada Azərbaycanı işğal eləmiş prezidenti gəlir. Biz bütün həmvətənlərimizə, mühacirətdə olanlara üst durub deyirik ki, onlar da gəlsin burada bu etiraza dəstək olsunlar. Bizimlə birlikdə İlhamın qarşısına çıxaq və Azərbaycanda olan bütün haqsızlıqlara bəyan edək və biz istərdik ki, əslində xanımlar azad olunsun, 15 xanım. Və biz burada palatkanı sökək, bu çadırları sökək, çıxıb gedək. Başqa məsələlər qalsın sonraya. Əsas məsələ bu 15 xanımdır. Azərbaycan xanımı niyə şərlərin zindanda oturmalıdır? Belə olmaz. Mən bütün Azərbaycan xalqına da müraciət edirəm ki, buna biz bir Azərbaycanlı olaraq axı bizim milli mentalitetimiz var. Biz Azərbaycan kişisiyik. Azərbaycan qeyrətli xanımları da var. Bütün Azərbaycan xalqı bu haqsızlığa etiraz eləməlidir ki, ən azından xanımlarımız zindanda olmamalıdır. Təşəkkür ederim. Teşekkür ederim. Rabin gəl. Değerli izleyiciler, ayın 21'i Gəlin Əliyev'i karşılayın. Buyurun bey. Əziz vətəndaşlar, bu ayın 21-i Almaniyanın paytaxtı Berlində Bundestaga İlham Əliyev qonaq gəlir. Bildiyiniz kimi İlham Əliyev bura elə-belə qonaq gəlmir. İlham Əliyevin Alman dövlətinə verə biləcək heç bir şey yoxdur. Bu adam diktatordur. Demokratiyadan çox uzaqdır. Bu insan gəlir burada söz azadlığından danışan deyil. Çünki bizim vətənimizdə söz azadlığımız yoxdur. Bunda nümunəsi olaraq 9 jurnalist xanım və xeyli sayda jurnalistlərimiz var, xeyli sayda siyasi fəallarımız var. Və burada gördüyünüz kimi, yəni sayısı hesabsız 500-dən yuxarı. Bu əlbəttə bura demokratiya üçün gəlmir. Bu əlbəttə bura söz azadlığı üçün gəlmir. Sərbəst toplaşma azadlığı gəlmir. Onu müdafiə edən bu polisləri nə cür daha yaxşı işlədiyi Alman polisindən gəlib Almanlara öyrətsin deyə gəlmir ki. Bu bura bizim sərvətimizi satmağa gəlir. Bizim neftimizi satmağa gəlir, qazımızı satmağa gəlir. Qardaş, söz azadlığı üçün gəlmirsən meydana, gəlmə. Başa düşdün, sərbəst toplaşma üçün gəlmirsən, gəlmə. Demokratiya üçün gəlmirsən, gəlmə. Bizim vətənin sərvətinə anasını ağlatır. Gəl, ona etiraz da ki, heç olmasa. Burada Almanlar da görsün ki, bəlkə İlhama deyirlər ki, qızlardan kimlərdirsən, bıraq müqabilində. Nə bilim, biz yaşlı insanlar var ki, siyasi həbs olunub, siyasi partilər, liderlər var ki, həbs olunub, Əli Kərimin özü olsun. Heç olmasa onlardan, adamlardan bıraq. Onlara işgəncələr vermə. Qızlara itin işgəncəsini verirlər, zülümün verirlər. Bildiniz ki, siyasi fəallar orada təcavüzə məruz qalır, işgəncələrə məruz qalır. İlham Əliyev bura elə-belə gəlmir. İlham Əliyev bizim neftimizi yenə bura satmağa gəlir. Oradakı ucuz qiymətə, su qiymətinə. Gəlin etiraz eləyin də. Bu bizim, baxı, bu bizim gələcək nəslində axı, bizim övladlarımızın da axı. Özümüz artıq biz yaşadığımız yaşamış olmaq 40 yaşımız var demək olar ki. Gəlin gələcəyimiz üçün etiraz edək.
Gəlin dövlətimiz üçün etiraz edək. Gəlin torpağımız üçün, vətənimiz üçün etiraz edək. Hamımız ayın 21-i Almaniyanın paytaxtı Berlində Bundestagın qarşısında gözləyir. Kim başarır gəlsin. Teşekkür ederim. Əgər ucuzuna satmasaydı, onda bunlar yəni ki, istər-istəməz onlara təzyiq eləyərdilər. Bizim bu aksiyalar bir aydan artıqdır buradadır. Biz də gözünün qabağında bütün neçə dənə dövlətin, Avropanın, irəlidə gedən dövlətlərin, bütün İtalyanındır, yəni sonra İngiltərənindir, Fransanındır, Polşanındır, hamısı burada görüşmələr oldu. Biz də burada aksiya keçirdirdik, hamısını görürdük. Yəni bir dəfə olsun gəlib demədilər ki, avala siz niyə durursunuz burada, nəyə görə durursunuz? Demək, İlham Əliyev buna qəşəng fiyata nəsə verir ki, bunlar da bizə biganə yanaşır. Amma istər-istəməz bütün bunu pressa duyur, bütün Almanya duyur. Zaten hər kəsə bəllidir onun diktator rejim sürdüyünü. Yəni bu ailə rejimi getməsi üçün, bu xalq firavan həyat yaşaması üçün, gələcək nəsillər, gələcək bir şeylər qurması üçün bu ailə rejimi getməlidir.